Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxaq 3-cü bölmə təzyiq bölməsindən bərk cisimlərin təzyiqi mövzusundan olan sualların izahlarına. Başlayaq birinci sualdan. Səthə perpendikulyar təsir edən qüvvənin səthin sahəsinə nisbəti təzyiq adlanır. Birinci sualımızın cavabı təzyiq. Və hansı düsturla hesablanırdı? P bərabərdir F təzyiq qüvvəsi bölək S səthin sahəsi. İkinci sual. Təzyiq üçün çəkilmiş sxemi tamamla. Təzyiqin düsturu P bərabərdir F bölək S. Yuxarıda təzyiq qüvvəsi, aşağıda S səthin sahəsi. Qarşısında kəmiyyətlərin vahidləri, təzyiq qüvvəsinin vahidi Newton, aşağıda S sahə vahidi metr kvadrat. Bu şəkildə. Üçüncü sual. Hava ilə doldurulmuş iki şardan biri bir mismarın üzərinə, digəri isə bir neçə mismarın üzərində qoyulub. Bu şarlardan hansı daha tez partlaya bilər? Əlbəttə ki, birinci şar daha tez partlayar. Birinci şar daha tez partlayacaq. Nə üçün? Çünki birinci şar bir mismarın üzərinə qoyulub və bir mismarda en kəsik sahəsi daha kiçik olduğu üçün mismar tərəfindən şara göstərilən təzyiq daha çox olacaq. Amma digər şəkildə isə şar 3 və ya daha çox mismarın üzərinə qoyulmuş kimi görsənir. Ona görə sahə nisbətən böyük olduğu üçün mismarlar tərəfindən şarın üzərinə düşən təzyiq əvvəlkinə nəzərən müəyyən qədər az olacaq. Ona görə birinci halda təzyiq daha çox olduğu üçün birinci şar daha tez partlayar. Dördüncü sual. İki kərpic şəkildəki kimi müxtəlif formalarda üst-üstə qoyulub. Hansı halda kərpiclərin səthə göstərdiyi təzyiq ən kiçikdir? Təzyiq bildiyimiz kimi P bərabərdir F təzyiq qüvvəsi bölək S. Düsturla hesablanır və şəklə diqqət eləsək, hər üç şəkildə iki dənə kərpic var. Yəni kütlə hər üçündə eyni olduğu üçün demək təzyiq qüvvəsi hər üç halda eynidir. Təzyiq qüvvəsi dəyişmir. Onda biz təzyiqi səthin sahəsinə görə müqayisə etməliyik. Təzyiq də səthin sahəsinə tərs mütənasib asılıdır. İndi təzyiqin ən kiçik olması üçün səthin sahəsi ən böyükdür. Sahə ən böyük olan da ikinci hissədədir. İkinci hissədə oturacaq sahəsi böyük olduğu üçün deməli, ikinci hissədə təzyiq daha kiçik olar. Belə ümumilikdə təzyiqləri müqayisə eləsək, birinci halda təzyiq üçüncü haldakı təzyiqə bərabər olacaq. Nəyə görə? Çünki hər iki halda oturacaq sahələri eynidir və ikinci haldakı təzyiq digərlərinə nəzərən daha kiçik olacaq. Çünki oturacaq sahəsi böyükdür. Yəni P1 bərabərdir P3 böyükdür P2 olmalıdır. Amma bizim sualın konkret cavabı ikinci halda. Təzyiq daha kiçik olar. Beşinci sual. Kütləsi M olan kub şəkilli ağac parçasının oturacağa göstərdiyi təzyiq P-dir. Həmin ağac parçasının üzərinə kütləsi 2 dəfə çox olan başqa bir cisim qoyduqda oturacağa edilən təzyiq neçə P-yə bərabər olacaq? Və əvvəlcə ağac parçasının kütləsi M olub. Bu halda ağac parçasının yerə göstərdiyi təzyiq P. İndi həmin ağac parçasının üzərinə kütləsi ondan 2 dəfə çox olan başqa bir ağac parçası qoyulub. Kütləsi 2M olan bir ağac parçası qoyulub. Və bu halda yerə düşən təzyiq nə qədər olacaq, neçə P-yə bərabər olacaq, onu tapmaq lazımdır. Bir şey burada məlumdur ki, bizə oturacaq sahəsi dəyişməyib. Oturacaq sahəsi sabit qalıb. Onda təzyiq düsturu P bərabərdir F bölək S-ə görə bu da bərabərdir. F-in yerində biz mg yaza bilərik, bölək S. Mg, yəni cisim, hər bir cisim dayağa hansı qüvvəni təzyiq edir? Öz çəkisi ilə. Yəni F bizdə təzyiq qüvvəsi, bu da cismin çəkisinə bərabərdir. Mg bölək S kimi göstərə bilərik. İndi bizdə oturacaq sahəsi sabitdir deyənə, onda təzyiq kütlədən necə asılıdır? Düz mütənasib asılıdır. Yəni əvvəl kütlə M olarkən dayağa düşən təzyiq P qədər olubsa, indi kütlə nə qədər oldu? 3M. Yəni kütlə 3 dəfə artdı. Onda dayağı üzərinə düşən təzyiq də 3 dəfə artmalıdır. Əvvəlkinə nəzərən olacaq 3P. Cavabımız olmalıdır 3P. 6-cı sual. Şəkildə təsvir olunmuş masanın hər bir ayağının döşəmə üzərində tutduğu sahə 10 cm kvadratdır. Hər bir ayağın sahəsi 10 cm kvadratdır. Onda ümumi masanın dayaq səthinin sahəsi olacaq 40 cm kvadrat. Çünki 4 dənə ayağı var, hərəsi 10 kvadrat santimetrdirsə, onda ümumi 40 cm kvadrat olacaq və bunu da biz metr kvadratına yazsaq, 40-ı 10 üstü mənfi 4-ə vurmalıyıq da.
edəcək 4 vuraq 10 üstü mənfi 3 metrin kvadratı. Masanın da kütləsi üzərindəki kitablarla birlikdə 20 kiloqram olarsa, masanın kütləsi 20 kiloqramdırsa, onda bu masanın yerə göstərdiyi təzyiq F bərabərdir mc düsturuna görə edəcək 20 vuraq 10-dan 200 Newton. Təzyiq qüvvəsi oldu 200 Newton. İndi biz masanın səthə göstərdiyi təzyiqi tapsaq, P bərabərdir F bölünsün S-ə görə. F-imiz 200 Newton, bölək S də 4 vuraq 10 üstü mənfi 3. 4 vuraq 10 üstü mənfi 3. Buradan alırıq 200-ü 4-ə böləndə 50, 10 üstü mənfi 3-ə böləndə bu edəcək 50 min. Belə 50 min Pascal. Yəni masanın səthə göstərdiyi təzyiq 50 min Pascal olmalıdır. Hər bir. Bizdə məsələdən hər bir ayağının döşəməyə göstərdiyi təzyiqi soruşur. Hər bir ayağının döşəməyə göstərdiyi təzyiq deyilsə, onda biz ümumi masanın döşəməyə göstərdiyi təzyiqi 50 min tapdıq. 4 ayaq olduğu üçün 50 mini bölməliyik 4-ə də. Buradan cavab alırıq. 1, 2, 12.500 Pascal. 12.500 Pascal. Ya da kilopaskaldan göstərsək, olacaq 12,5 kilopascal. Yəni, hər bir ayağın döşəməyə göstərdiyi təzyiq 12,5 kilopaskala bərabər olacaq. Yuxarıdakı qiyməti də paskalla yazsaydıq, bu da 50.000 kilopaskal edəcək. Sonra, 7-ci sual. Kütləsi 75 kiloqram olan idmançının ayaqqabısının bir tayının sahəsi 80 cm kvadratdır. O, 25 kiloqram yük qaldırarsa, döşəməyə göstərdiyi təzyiqi hesablayın. İdmancının öz kütləsi 75 kiloqramdır. Əlavə olaraq da 25 kiloqram yük qaldırır. Onda idmançının yerə göstərdiyi təzyiq qüvvəsi nə qədər olacaq? F təzyiq bərabərdir 25, 75, toplam 100. 100 kiloqram, onda təzyiq qüvvəsi 1000 Newton olacaq da F bərabərdir mc-yə görə. 1000 Newton. Bəs dayaq sahəsi nə qədər olacaq? Ayaqqabının bir tayının sahəsini 80 cm kvadrat verib, 2 ayaqqabı olduğu üçün 160. 160 cm kvadrat. Bunu da metr kvadratla ifadə eləsək, 160-ı 10 üstü mənfi 4-ə vurmalıyıq. Buradan alarıq 16 vuraq 10 üstü mənfi 3 metrin kvadratı. İndi döşəməyə düşən təzyiqi bizdən istəyir. Onda təzyiq düsturu P bərabərdir F bölünsün S-ə görə. F-in qiyməti 1000. S-in qiyməti 16 vuraq 10 üstü mənfi 3. S-in qiyməti 16 vuraq 10 üstü mənfi 3. Buradan da biz alarıq. Yəni ki, cavabımız kəsrlə olacaq. 10 üstü mənfi 3 də çıxsa yuxarı olacaq. 10 üstü 6 bölünsün 16 Pascal. 16 megapaskalına yazsaq əgər olacaq milyona bölməlikdə. Onda bunu milyona bölsək əgər bunu olacaq 16'da 1 megapascal. 16'da 1 megapascal. Belə bir cavab almış olaraq. Sonra, baxaq 8 nömrəli suala. Tili 10 cm olan kub şəkilli metal blokun kütləsi 7,8 kiloqramdır. Onun oturacağa göstərdiyi təzyiqi hesablayın. İlk öncə, kubun kütləsi 7,8 kiloqramdırsa, onda bu kubun yerə göstərdiyi təzyiq qüvvəsi F bərabərdir mc-dən 7,8-i vururuq 10-a edəcək 78 Newton. Sonra bir də dayaq sahəsi. İndi kubun tili 10 cm-dirsə, onda dayaq sahəsi bir üzünün sahəsinə bərabərdir də. O da S bərabərdir 10 vuraq 10-dan edəcək 100 cm-in kvadratı. Bunu da metr kvadratla ifadə eləmək istəsək, 10 üstü mənfi 4-ə vurmalıyıq. 100 vuraq 10 üstü mənfi 4 qalır 10 üstü mənfi 2. Yəni 0,1 metrin kvadratı. İndi bizdən təzyiqi istədi. P bərabərdir F bölünsün S-ə görə. Təzyiq qüvvəsi 78. S-in qiyməti 0,1. Buradan alırıq 7800 Pascal. Cavabımız bu şəkildə olmalıdır.
9 nömrəli sual. Hər iki ayağının yerə toxunan hissəsi 120 sm kvadrat olan qaz bir ayağı üstündə durduqda yerə 7,5 kilopascal təzyiq göstərir. Həmin qazın kütləsini bizdən istəyir. Hər iki ayağının yerə toxunan hissəsinin sahəsini 120 kvadrat santimetr verib. Onda bir ayağın sahəsi S bərabərdir. 120'nin yarısı 60 santimetr kvadrat. O da metr kvadratına yazanda 10 üstü mənfi 4'e vursaq 6 vura 10 üstü mənfi 3 metr kvadrat. Qaz bir ayağı üstündə durduqda yerə göstərdiyi təzyiq P bərabərdir 7,5 kilopascal. Pascal'la yazsaq, yəni 7500 pascal. 7500 pascal olacaq. Həmin qazın kütləsini bizdən istəyir. M bərabərdir sual işarəsi. İndi təzyiq düsturu P bərabərdir F bölünsün S. Buradan F'in yerinə yazırıq. MC bölünsün S. İndi bizdən kütləni istədi. Buradan M'i tapsaq, M bərabərdir. Olacaq PS bölək J. PS bölək J. Bu da bərabərdir. P'nin qiyməti 7500. S 6 vuraq 10 üstü mənfi 3. 6 vuraq 10 üstü mənfi 3. Bölünsün J'nin qiyməti 10. İndi buradan hesablama aparsaq 2 dənə sıfırdan 10 üstü mənfi 3'ü xisar eləsək burada 10 üstü mənfi 1 qalacaq. 10 üstü mənfi 1'i də sıfırdan atırıq aşağı doğru. 100 qalsın məxrəcdə. Sürətdə 75'i 6'ya vurmalıyıq. 30 0 3 yadda 42 o da 3 45 bölünsün 100. Buradan da sıfırlar xisar getsə bərabərdir cavab 4,5 kilogram alınır. Məsələnin cavabı, yəni qazın kütləsi 4,5 kilogram olmalıdır. 10-cu sual. Cismin dayağa göstərdiyi təzyiq P-dir. Oturacağının sahəsi 20 mm kvadrat azaltdıqda təzyiq 3 dəfə artarsa, təzyiqin və oturacağının sahəsinin əvvəlki qiymətlərini tapın. Bilirik ki, təzyiq səthi sahəsindən tərs asılıdır. Onda asılılığı yazsaq, P1'in P2'yə nisbəti bərabərdir S2'nin S1'ə nisbəti. Şərtdə bizə deyir ki, əvvəlcə təzyiq P olub, oturacaq sahəsini 20 mm kvadrat azaltdıqda təzyiq 3 dəfə artıb. Əvvəl təzyiq P olub, P1'in yerinə P, sonra 3 dəfə artıb, onda P2'nin yerinə 3P göstərməliyik. Sahəni 20 mm kvadrat azaltdıqda. Əvvəlki sahəyə S desək, son halda sahənin qiyməti S çıxar 20 olub. Verilənləri kənarda göstərsək, birinci halda təzyiqin qiyməti P1 bərabərdir P, ikinci halda təzyiq P2 bərabərdir 3P. 3 dəfə artıb. Sahəni, yəni 20 mm kvadrat azaltdıqda 3 dəfə artıbda, əvvəl sahəyə S desək, sonraki halda sahənin qiyməti S çıxaq 20 mm kvadrat azaltdıqda təzyiqin qiyməti artıb, olub 3P. İndi qiymətləri bu asılılıqda yerinə yazdıq. Hər tərəfdən P-ləri xisar eləsək, və bu bərabərliyi çarpı atsaq, alırıq 3S çıxaq 3 dəfə 20 60 bərabərdir S. Buradan 2S bərabərdir 60, S bərabərdir 30 millimetrin kvadratı. Yəni əvvəlki halda sahə 30 millimetr kvadratına bərabər olur. Sonra 11-ci sual. Şəkildə oturacaqları 20 cm kvadrat və 32 cm kvadrat olan şüşə prizmanın iki müxtəlif vəziyyəti təsvir olunub. Prizmanın bir halda oturacağa göstərdiyi təzyiq 500 pascal, digər halda isə 800 pascaldır. Prizmalara təsir edən ağırlıq qüvvələrini müqayisə edin. Yəni, kiçik oturacağın sahəsi 20 cm kvadrat, böyük oturacağın sahəsi 32 cm kvadratdır. İndi birində təzyiq 500 pascal olub, digərinə təzyiq 800 pascal. Yəni hansı halda oturacaq sahəsi kiçik olan halda təzyiq daha çox olacaq da. Yəni 800 pascal təzyiq birinci şəkildədir. 500 pascal təzyiq də ikinci şəkildədir. Çünki ikinci şəkildə sahə daha çoxdur. Onda ağırlıq qüvvələrini müqayisə edin. Təzyiqin düsturu P bərabərdir F bölünsün S-i hər iki halda ayrı-ayrılıqda yazarıq. Yəni, birinci halda təzyiqin qiyməti 800 bərabərdir. Təzyiq qüvvəsi F1 bölək sahə 20. Sahə 20.
Buradan biz F1 tapsaq, F1 bərabərdir 800 vuraq 20, alırıq 16.000 Pascal. 16.000 Newton daha doğrusu. Sonra ikinci halda təzyiqin qiyməti 500 bərabərdir. İkinci halda təzyiq qüvvəsi F2 bölək sahə 32. Buradan F2-ni tapsaq 500 vuraq 32. Bu da eləyəcək 16.000 Newton. 16.000 Newton. Görünən ağırlıq qüvvələrini müqayisə edin. Hər iki halda qüvvələr bir-birinə bərabərdir. F1 bərabərdir F2. Sonra 12-ci sual. Cismin kütləsi 2 dəfə artırılarsa, oturacağının sahəsini necə dəyişmək lazımdır ki, təzyiq dəyişməsin? Təzyiq düsturu P bərabərdir F bölünsün S. F bölünsün S. F-in də yerinə mc bölünsün S yaza bilərik. İndi şərtdə bizə kütləni 2 dəfə artırılarsa, kütlə 2 dəfə artırılarsa, təzyiq də 2 dəfə artacaq, çünki təzyiq kütlədən düz asılı idi. İndi bizə sual olunur ki, sahəni necə dəyişmək lazımdır ki, təzyiq dəyişməsin? Kütləni 2 dəfə artırdıq, təzyiq 2 dəfə artacaq. Onda gərək biz sahəni də 2 dəfə artıraq ki, təzyiq sahəyə görə 2 dəfə azalsın və yekun olaraq təzyiq dəyişməsin. Onda cavabımız sahəni 2 dəfə azaltmaq lazımdır. 2 dəfə daha doğrusu 2 dəfə artırmaq lazımdır. Kütləni 2 dəfə artırırıqsa, gərək sahəni də 2 dəfə artıraq ki, təzyiq dəyişməsin.